Ne istirsiniz? Tez ol, yiyin. Benim taksırım yoktu. İnanırıq. Bir nəfər var, axtarırıq. Kömək elə onu tapaq. Kimi? Ziyanı. Ona ne oldu bakı? Özünüz oyuna çevirin. İş qəlizləşir. Qorxuram bu səhv ona çox baha başa gəlsin. Ne səhv? Taksır mendedir. İnanın mendedir, mən geri onu bu işi çəkməyeydim. O akşam şəhərdən baş götürüb qaçırdım, özüm də bilmirdim hara. Onu görən kimi... Nəysə, hadisənin necə baş verdiyi bizə məlumdur. Bilirik ki, Ziya sənin müəlliminin oğludur. Hətta uşaqlıqda onunla dost olmuşsunuz. İndi siz istəyirsiniz, Ziyanı mənə görə... Ziyanı onlar güdürlərmiş. Ancaq o imkan tapıb bizi xəbərdar elədi. Özdə yoxa çıxdı. Sizi... Ziya xəbərdar eləyib. Onu sənin dostların tələyə salıblar. Bir neçə saatdan sonra hamısı tutulacaq. Ancaq qorxuruq ki, biz ora çatana kimi Ziya əldən gedə. Biz bilməliyik onu hara aparıblar. Sən də oranın yolunu bizə göstərməlisən. Yox, məni aldadırsınız. Başa döksündə hər dəqiqəmiz qızıldı. Heç nədən xəbərim yoxdur. Bu da onun sənə elədiyi yaxşılıqların əvəzi. Mən də deyirəm axı. Niyə görəsən o belə canfəşanlıq eləyir? İndi başa düşdüm. Məndən söz almaq üçünmüş bütün bunlar. Mən də ona hər şey danışdım. Amma o sizi mənim üstümə göndərib. Mən daha heç kimə inanmıram. Hamı məni aldadıb, hamı, Kazımlını öldürənlər də, əmim də. Ziya da, mən sizə heç bir söz deməyəcəm. Onda sən iki adamın ölümünə bahis olursan. Birincidə təqsirin nə qədərdir deyə bilmərəm. Ancaq Ziyanın başına bir iş gəlsə, sənin ucbatın nə olacaq? Bəzən cəza cinayətdən çox ağır olur. Yaman, amansız olur həm də. Mən məhkəmənin sənin taleyini necə həll edəcəyini demirəm. Sən özünü cəzalandıracaqsan. Elə getsə sənin heç bir çıxış yolunu olmayacaq. Nəhayət vaxt itiririk. Görmürsən, vəhşi canavardır.